Rahman salam. Salam, hər vaxtınız xeyir. Özünüz təqdim edin. Qapırov Rauf Sahiboğlu, Bərdə rayon mənzil təmir istismar sahəsinin rəisi. Gördüyümüz kimi Bərdə şəhərində gedən abadlıq quruculuq işləri binamızdan da yan keçməyib. Bu düşü bildirim ki, Bərdə rayon mənzil təmir sahəsinin balansında olan çox mərtəbəli yaşayış binalarının qarşısında abadlıq işlərinə start verilmişdir. Gördüyümüz kimi 2600 kvadrat daş örtüklərindən yenilənmişdi, yenisi vurulmuşdu. Binaların qabağı tamamilə bərbad gündə idi. Cəmaətin haqlı narazılığına səbəb olmuşdu. O da rayon icra hakimiyyətinin tətbiqi ilə abadlıq işlərinə başlamışdıq. 4200 kvadrat asfalt örtüyü gördüyümüz kimi vurulub tamamilə yekunlaşmışdı. 1200 metr bardyor, yeni bardyorla təmin olunmuşdu. 4200 kvadrat tabii yeni tamitlərlə binaların qabağı abadlaşdırılmışı, yeni tamitlər qoyulmuşdur. Deməli 7 dənə binanın Üzeyir Hacıbəyev küçəsində 7 dənə binanın qarşısında bu işlər hamısı görülüb, başa çatdırılmışdır. Hər bir binanın qabağında 1000 kvadratdan artıq daş örtülər vurulmuşdur. Hər binanın qabağına 1100 kvadrat, 1100 kvadrat asfalt örtüyü vurulmuşdur. 9 mərtəbəli yaşayış binasının uzun illərdir işləməyən, bir neçə il bundan öncə işləməyən lifti, yeni liftlər təmin olunmuşdur, cəmaətin istifadəsinə verilmişdir. Böyle abadlıq işlərimiz davam edir. Yaxın günlərdə də başqa binaların qabaq ətrafında abadlıq işlərinə start veriləcək. Hal-hazırda bugünkü günlərim Babək küçəsi 2 nömrəli 5 mərtəbəli Heydərəliyev prospektində yerləşən 4 mərtəbəli yaşayış binasının cəmaətin haqlı narazılığını qeydə alaraq icra hakimiyyətinə müraciət eləmişdilər ki, oradakı vəziyyəti yeni qurma işləri, abadlıq işləri aparılsın. Bugünkü günlərimdə orada da işlər gedir. Quru ağaçlar doğranır, yenisi ilə əvəz olunur. Orada 95 metr bardyor bugünkü gün sökülüb, yenisi ilə əvəz olunubdur. Ağaçlar, gül kolları əkilib bir miqdarda. Orada da abadlıq işlərimiz davam edir. Yaxın günlərdə də başqa binaların layihələndirilməsinin icra hakimiyyəti tərəfindən verilmişdir. Onlara baxılıb, orada da yeni abadlıq işləri başlanacaqdır.